Qur'an-ı Kərimə görə insanın 10 zəif yönü. 1. İnsan çox zalım və cahildir. Əhzab surəsi 72. Həqiqətən insan çox zalım, çox cahildir. 2. İnsan tələskəndir. İsra surəsi 11. İnsan özü üçün xeyir istədiyi kimi şər də istəyir. Axı insan çox tələskəndir. 3. İnsan mənfəət düşkünüdür. Rum surəsi 36. İnsanlara bir mərhəmət daddırdığımız zaman ona görə sevinərlər. Əgər etdikləri pis əməllər səbəbilə başlarına bir müsibət gələrsə, dərhal ümidsizliyə düşərlər. 4. İnsan Allaha qarşı çox nankördür. Adiyyət surəsi 6. İnsan öz Rəbbinə qarşı çox nankördür. 5. İnsan həris və xəsisdir. Adiyyət surəsi 8. Həqiqətən insan var dövlətə çox hərisdir. 6. İnsan qısqanc və paxıllıq edəndir. Nisa surəsi 28. Ancaq nəfslərdə qısqanclıq həmişə mövcuddur. 7. İnsan zəif yaradılmışdır. Nisa surəsi 28. Allah istər ki, üzərinizdə olanı, ağırlığı yüngülləşdirsin. Çünki insan şəhvətini cilovlamaq və itaətin çətinliyinə dözmək baxımından zəif yaradılmışdır. 8. İnsan unutqandır. Taha surəsi 115. Lakin insan tövsiyəmizi unutdu və biz onda əhdi qorumağa əzm görmədik. 9. İnsan bəhanəçidir. Fəth surəsi 11. Onlar ürəklərində olmayanı dilləri ilə deyirlər. 10. Xidmətdə, məsuliyyətdə səhlankardırlar. Fəth surəsi 15. De, siz heç vaxt bizim arxamızda gəlməyəcəksiniz. Allah əvvəldən sizin üçün belə demişdir.